Astara rayonunda 17 yaşlı bir balamız toy gecəsi dünyasını dəyişir. Daha sonra onun toydan qabaq hamilə olduğu məlum olur. Bu məsələyə Azərbaycan mediasının və bəzilərinin verdiyi reaksiyadan bu nəticəyə gəldim ki, Azərbaycanda 17 yaşın varsa öz halalınla evlənməyə, öz halalınla münasibətdə olmağa haqqın yoxdur. Ancaq məktəblərdə təhsil almaq əvəzinə 2-3 gün sənin yanında qalacaq bir şəxsdən hamilə qala bilərsən. Sonra da gedib rahat bir şəkildə həmin uşağı abort edə bilərsən. Azərbaycanda 17 yaşlı qızsansa öz halalının evinə gəlin köçə bilmərsən. Ancaq məhəbbəti, sevgini əlində bayraq edib 2 günlük tanıdığın adamın evinə gedib hər oyundan çıxa bilərsən. Mənim 5 il bundan qabaq qaldığım evin pəncərəsi məktəbin arxa həyətinə açılırdı. Mən ilk dəfə pəncərədən baxanda məktəbin həyətində qızlarla oğlanların nələr etdiyini indi həya eləyirəm dilimə gətirməyə. Heç bilirsiniz, Azərbaycanda hər il onlarla, yüzlərlə qız uşaqları hamilə qalırlar. Xeyr, bilmirsiniz. Niyə? Çünki media bunları işıqlandırmır. Media bacardığı qədər bunları örtbasdır. Ancaq Azərbaycanın hansısa bir ucqar kəndində bir 17 yaşlı, 16 yaşlı uşaq evlənsin, bütün media orqanları ora tökülür. Əgər qızlarımızı qoruyuruqsa, onları hər pislikdən qoruyaq. Əgər 17 yaşlı qız uşağını öz adət-ənənəmizlə evləndirib ər evinə göndərmək pisdir, qız uşaqlarının məktəbdə hamilə qalması və uşaqları abort etməsi ondan da pisdir. Bunları niyə işıqlandırmırsınız? Niyə axı Azərbaycan mediası qız uşaqlarını yalnız onların evlənməyinə mane olmaqla onları qorumağa çalışır? Bu gün Azərbaycanda qız uşaqlarımızı qoruyaq deyərkən ən axırıncı bəlkə də etməli olduğumuz şey onların evlənməyinin qabağını almaqdır. Ondan əvvəl minlərlə addım var ki, atmalı olduğumuz heç birini atmırıq. Bir çox valideynlər övladlarının məktəblərdə nə oyunlardan çıxdıqlarından xəbərləri yoxdur. Ancaq 17 yaşlı bir qız uşağı evlənən kimi bütün Azərbaycanın xəbəri olur. Niyə? Cavabını da siz düşünün.